Rejissor Burton Qara Cəngavər komiksinə istinad edərək Batman filminin çəkilişinə hazırlaşır və filmin bəstəkarı kürsüsündə çoxdan bəri dostu olan Danny Elfman görür. Danny Elfman elə bəstəkarlardandır ki, rock fəaliyyətinə baxmayaraq mistik dünyanın, fantaziyanın, dramın, komediyanın kəsişməsində öz ürəyini ortaya qoya bilir. Bozun 50 çaları rejissor Johnsonun çəkdiyi ekranlaşdırması kişi və qadın münasibətlərinə əks baxışların münaqişəsindən bəhs edir. Hər iki əks qütbün baxışlarının sonda məğlub olmaması ilə səciyyədir. Yəni hər iki tərəf öz ideyalarının fəaliyyətinə hüquq qazandıra bilirlər. Danny Elfmanın bu filmə bəstələdiyi musiqilərdən birində bu təzadı müşahidə etmək mümkündür. Belə ki, Fortepiano partiyasının melodikliyində itaətkarı, skripkalar partiyasının iddialı arpejiolarında isə sahibkarı müşahidə etmək mümkündür. Simpsonlar serialında həyatın hər üzü var. Hətta nəhəng incəsənət əsərlərinə göndərmələr, onlardan sitatlar, gündəlik aktual mövzular, gələcəklə bağlı doğru edilmiş təxminlər belə var. Sirli və mistik musiqilərin bəstəkarı Danny Elfman da bu serialda öz musiqisi ilə elə bir obraz yaradır ki, 7-dən 77-yə hər kəsin beyninə həkk olur.